Hamıda ChatGPT var. Sual verirsən ki, mən necə arıqlayım, o da sənə bir siyahı verir. Ola bilər hər hansı bir diyet növü təklif olunsun internet üzərindən, amma çox da bunun tərəfdarı deyiləm. Çünki niyə? Ola bilər həmin üsullarla arıqlaya bilərsiniz. Əsas məsələ bilirsiniz nədir? Əgər biz diyet eləyiriksə, bu diyetin əsas məqsədi həm kilo verməkdir, həm də o diyetlə bağlı nə problemdirsə, qidalanma ilə bağlı, onu aradan qaldırırıq. Məsəl üçün insulin dirəncli xəstələr gəlir, analiz verirlər, baxırıq ki, HOMAYR əmsalı tutaq ki 5-dir, 6-dır, normalda 2.5 olmalıdır. 2.5-dən daha doğrusu aşağı olmalıdır. Yüksək çıxıb. Və o bir aydan sonra, diyetdən sonra həm çəki verməlidir, həm də HOMAYR əmsalı düşməlidir. Əgər insulindir, qlukozadır, HOMAYR əmsalı düşmürsə, bu yəni belə deyim ki, mənə görə normal diyet sayılmır. Çəki atmaq burada təbii ki, pasiyentə görə önəmlidir, amma mənim üçün önəmli olan həm çəki atılmasıdır, həm də bu nəticələrin normala qayıtmağıdır. Mütləq şəkildə.